Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 434. bölümün başlığı. Xeyirli olsun. Bu günlərə bir 3-4 saat vaxt qoydum və yüzlər, bəlkə mindən çox kitab indirdim. Umaram ki, xeyirli olsun. İndi belə saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 1, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 9, 40, 41, 42, 43, 44, 45, 46, 47, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 82, 83, 84, 85, 86, 87, 88. Buradan 88, eğer bunu maşın hesabımızı tapsaq və onu 88 8'i 6'ya çarpsaq yox, çox oldu. 528 kitab indirmişik və bu günləri əlbəttə bunlardan mümkündür ki, bir 20-30'u ya bəlkə də çoxu, bəlkə azı bilmirəm, tikrarı ola, yəni qabaqcan indirmiş ola bilər. Çalışdım ki, şey edeyim, amma çox vaxt apardı bunları indirmək. Umarım ki, xeyirli olsun. Təzkirə-i Nuriyyə Osmaniyyə. Geçən gün bir kitab oxuduq. Mənim hali cismim yaxşı olmadığı üçün ona şey eləmədik, yəni. Töhfətül Əxyar kitabını oxuyurdıq. Bunu Töhfətül Əxyar. Əlbəttə bu acaba Töhfətül Əxyar kitabını oxuyurduq və gördük bunun bir adı Səndbadnamədir. Yox, o deyil. O Töhfətül Əxyar deyil. Bu ayrı bir şeydir. Bu o deyil. Bu bir ayrı kitab idi, oxuyurduq və bunun adı nədir? Okay. Töhfətül Əxyardır bu, amma bu Töhfətül Əxyar o şeyin kitabıdır. Zəhiriddin Məhəmməd Babirin kitabıdır. O değildi bunu oxuduğumuz. Bu o değildi. Əgər bunu tapa bilsəm. Təzkirə-i Nuriyyə Osmaniyyə bəlkə buymuş. Baxım, amma bu da o değildi. Bunları oxumuşuq. Onu mən bir yerdə downloadda görmüşdüm elə bir. Orada oxudum ya da
Elə bil bu o kitabdır ki, bugün indirdiyim kitablar bunlar olacaq. Mənzum Səlimnamə Şükri. Keçən gün indirdiklərimiz kitablarda ehtimalən. Tamam, bunlardır. Bunlar bu günləri və dünənləri indirdiklərimiz kitablardır. Nədən isə bu kitabı bula bilmədim mən. Kamil adını da yazmamışam, istirdim onu Kamil adın zadını tapaq və üstündə biraz adlarını bəlkə buradan tapaq. Tamam, bura o yox, düzdür, elə bu cürsə olacaq. Amma o kitabı harda indirmişdim, onu harda qoymuşam, onu tapa bilmədim. Dünənlərdə zorluq çəkdim onu tapmaqda. Amma onu buradan axtarıb taparıq. Yəni gedək buradan dünən bir Türkçə əl yazma kitabla tanışmağa çalışdım, amma yarımçıq qaldı. Yazarın adı Məhəmməd Əmin Əl-Tirmidi Əl-Hüseyni. Fikirəm bu kitabı o qabaqcam Əl-Katib və Nəsaxın adı isə Əbdülbaqi Əntaliyevidir ki, bu kitab 7 Zilhəcci səni-i 20 və Əlif Hicridə və Sultan Süleyman Xan ibn Sultan Murad Xan. Sultan Murad Xan ibn Sultan Səlim Xan ibn Sultan Süleyman Xan çağında yazılmışdır. Məncə bu kitabı
öncələr oxumuşduq. Əcəba siz bu kitab haqqında əldə etdiyiniz bilgilərlə bunun adını bularmısınız? Görək ki, buna nə deyir? Bu kitabı biraz araşdıraq, görək nə mənədir. Çox gözəl bir axtarış aparmısınız. Verdiyiniz bilgilər, xüsusilə yazar, nəsraq və tarix haqqında olan məlumatlar bu əlyazma kitabın kimlik kartı kimidir. Bu əlyazma kitab böyük ehtimalla Osmanlı dönemi təsəvvüf ya filsuf qaynaqlarından biridir. Yazarın adı Məhəmməd Əmin Ət-Tirmidhi Hüseyni Katib və nəsraqın kitabı köçürənin adı Əbdülbaqi Əl-Əntalivi. Elmi və ədəbi çevirələrdə tanınmış isbatlardır. Kitabın bilgiləri yazar, nəsraq, tarix 1020 Hicri, dönəm Sultan Murad, 3-cü Murad Sultan Səlim Xan oğlu, bəs bunu burada yazaq. 3-cü Sultan Murad, 3-cü Sultan Murad. Bu tarix və kimliklərə dayanaraq bu kitab böyük ehtimalla Şərh-i Fusus-ül Hikəm yaxud təsəvvüf məktəbinə aid olan bir risalədir ki, o dönəmdə yazılmış və ya köçürülmüşdür. Məhəmməd Əmin Ət-Tirmidhi arif və ədib bir şəxs olaraq Osmanlı kitabxanalarında əsəri olan şəxsiyyətlərdir. Tamam, bu adı gətirmədi o qədər dəqiq, amma dedi ki, ola bilər ki, bu Şərh-i Fusus-ül Hikəm olsun, amma deyildi. Yəni, mənim yadımda olan Şərh-i Fusus-ül Hikəmimiz var. Yoxdur, deyil, amma bu deyildi, yəni. Bu getdi bir ayrı yerə, bu əslən o deyil. Mənim Şərh-i Fusus-ül Hikəm varımızdır, amma bu o deyildi, gördüyüm qədər. Çünki çox bir uzun müqəddəmələr Sultanzadən haqqında yazmışdı, oradan mənə gələn belədir. Tamam, bu qalsın. Bugünkü kitaba geçək, görək ki, bu nədir? Burada mən bir Azərbaycan Post deyə bir ehtimalən bunu indirmişəm. Məsələn, bunu əlan oradan silsaq, bu o bir ruznamə, həftənamədir ki, dostlar çıxadırlar və cəlibdir. Bir tane kitab açdıq burada. Ehtimalə bu dünən açdığımız kitab yox. O kitab ola bilər, o olsun elə. Əvvəllərinə baxırıq. Kitabın eni boyunun, əvvəl kitabın özünə baxırıq bir. Osmanlı dövründə bunun cildinin üzünə yaşıl bir ehtimalən göndən yaşıl gön rəhləyiblər, yaşıl gön eləyiblər. Onun üzərinə Osmanlı dövründə olan nəqqaşidən, su üzündə olan rəsmidən qoyublar. İkinci səhifədə o kitab harda saxlanılır, onun armın qoyublar bir səfərin ortasına. Yazıblar bir ingiliscə ya hər nə dildədir onu yazıblar. Sonraki bir neçə səhifə boşdur, bunları görürük. Burada da görsənir. Sonra Leyli Məcnun deyə kitabın başında yazılıbdır. Yəni kitabın adı ehtimali çoxdur ki, burada bu ehtimalən bu ingiliscədir. Romance. This romance is a parody ehtimalən of the, mən oxuya bilmirəm bu əlyazmanı, amma bu Leyli Məcnun deyə burada ad qoyublar. Ad Leyli və Məcnun. Bu birinci səhifədə bunu görürük, yazıblar, aşağısında imzalayıb o yazan. Sonra kitabın özün və geçirik şeirə. Kitabın mətninə geçirik. Kitabın bu nəzərə gələn yenə də bu şeyə baxanda, təzhib və şeirin modelinə baxanda Hərat mərkəzli və
Teymurilər dövrünə aid özəlliklə Əmir Əli Şirnəvai dövrü olacaqdır. Bunu burada nəqqaşıda, tərsibdə görürük. Sütunun başı açıqdır göyə tərəf. Dünənkində görsənmirdi, o yadıma düşdü o. Və qabaq üç tərəfi sütun bağlıdır, amma üst tərəfi açıqdır. İki dənə tərsib və şeiri 4 sütunda yazıbdır. Amma 4 dənə, elə bir səth 4 dənə misrəyi dalbadal düzübdür, amma aralarında çərçivə qoyubdur ki, onları bir-birindən ayırsın. Tərsib çox gözəl bir tərsibdir. Tərsibin ortasında ya Bismillahirrahmanirrahimdir ki, ona çox bənzədirəm, ya da kitabın adıdır. Mən Bismillahirrahmanirrahimə bənzədirəm, amma çox o güllü nəqqaşlı xətt olduğu üçün onu çox anlaya bilmirəm. O birisi səhviyyə, bu kitab, əgər bu kitab olmuş olsa ki, Leyli Məcnun dedi, baxarıq ki, görürük bu türkcədir, farscadır, ona baxarıq. 118 səhifədir və bu 118 səhifəli kitabda da PDF-də də 118 səhifə görsənir. Kitabın o Hərat, Türk Hərat uyğarlığında kitabın 4 dənə o sütunların o zaman ki değişir qonu, o qonu değişəndə 2 sütunu ortada kəsir, orada o qonunun başını yazır, o şeir onun böyrlərində davam edir. Bunu burada görürük və kitabın o birisi səhifələrinə baxaq. Kitabın aşağıda çərçivəsindən eşikdə də sonuncu səhifə nə ilə başlayacaqdır, onu görürük. Bu Leyli Məcnun əgər hekayəsi olsa çox da gözəl bundan bir hikayə çıxar, bir sinemai bir şey çıxar. Eyni halda indi burada 34-cü səhifəyə yetişəndə kitabda və PDF-də görürük ki, 4 misrə ya 8 misrə, yəni 4 beyt, 8 misrə ehtimalən şeirin içində unutulubdur ya da fərqli yazılıbdır. Onu eşikdə bir kadr açıbdır, bir çərçivə açıbdır. O çərçivənin içində beytlərin hərəsinin özü də daşdan çərçivə açıbdır, o beytləri yazıbdır. Bu ehtimalən bir ayrı nüsxədə fərqli olar ya da ki yaddan çıxıbdır, bu 4 dənə burada yazıbdır. Amma indi bunlar da bir yerdə, yəni yazılmadığı üçün ayrı-ayrı ola bilər. Əcəba bunlar 4-ü ilə bir yerdə, yəni bu 4 misrə, yəni 8 misrə hamısı birdən yaddan çıxıbdır, yoxsa sətirlər arasında adlanılıbdır. Bu o məsələdir ki, əgər buranı oxusaq, onu axtarmağa çalışarıq. Normalda bu kitabı əgər diqqət eləsək, görürük ki, bəzi səhifələr ağdır, bəzi səhifələr kremidir, bəzi səhifələr noxududur və bəzi səhifələr abidir, mavidir. Amma bunların üstündə də görürük ki, elə bir bunu bir sümbəti ilə sürtüblər, altı görsənir. Bu kitabın qızılla, yəni altınla bu kitabın üstünə aharlayandan sonra üstünə sürtüblər. Bunu öncədən belə bir kitablar Hərat uyğarlığında görmüşdük. Bu kitabın indi 44-cü səhifəsində bir miniatürlə tanış oluruq. Mən bu miniatürdən daha biraz yekə əks salmaq üçün kitabı dəyişdirdim. Biraz formatın ki, bu yekə bir əks sala bilək bu kitabdan və saxlayaq. Bəlkə bu dərdimizə dəyər. Bu kitabdan yəni bu miniatürdən bir şey düzəldə bilərik. Bir video art düzəldə bilərik. Aynı şəkildə davam edirik. Hər bir-iki səhifədən rəng dəyişir və əlavə məsələn yaşıl da gördüm, əlavə oldu rəhlərə. Və gəlirik burada 79-cu səhifədə təzaşdan bir dənə miniatür görürük. Çox da gözəl bir miniatürdür və mən çalışırım ki, bundan yenə bir shot screen alım, eləyə bilim ki,
Bəlkə bunlardan istifadə edərik gələcəkdə və bu kitabı tanımaqda, tanıtdırmaqda faydalı olar. Davam edirik. Bu ikinci miniatür idi kitabdan, təzhibdən əlavə, yəni təzhibi miniatür hesablamırıq. Kitab qutardı. Əslində kitabın 108-ci səhifədə kitab qutarır. Təmmətül kitab və Unil Məlikül Vəhhab aşağıda gördüm. Qeydib bu səhifəni oxuyarıq. Burada neçə səhifə ağdır və bir səhifədə ingiliscə bir yazı var və kitabın sonuna gəldik, çatdıq və cildin də üstündə Osmanlı dövründə nəqqaşını gördük. Qeydaq o son səfhədəki yazı var idi. Əvvəl o tarixi oxuyaq. Görək ki, bu tarixdə bizə nə deyir? Əcəba bunu hardan oxusaq biraz bizə? Elə bu axirdən oxuyaq, görək ki, nə olur. Hər niki oqur təəmmül itsa. Burada yenə Bismillah deyək, kitabı başladıq oxuyaq. Allahın adı ilə. Elə bu bir-iki kəlmə ilə gördük ki, bu Leyli Məcnun Cığatay türkcəsində yazılıbdır. Ki, türk dünyasının ortaq dilidir neçə yüz il. Yəni, Çindən ta Osmanlının torpaqlarının sonuna qədər Türk dünyası desək, yəni Türk dünyasının ortaq ədəbi, siyasi, elmi və dini fəlsəfi düşüncələrin bu dillə yazılır. Ya Rəbb, bu rəqəm ki buldu mərqum, hər kim oxumaq din, hər kim oxumaqdan ista, məlum, etsa ehtimalən. Hər kim oxumaq din etsa məlum, hər nə ki oqur təəmmül etsa, dikan qərəzim təxəyyül etsa, eyb etsamaq olmasa muradi, bir barca hünər sari güşadi, bağla əyaqiqə eşq damin, qoy bu qəziqə dərd şوق camin, qoy bu qəziqə dərd şوق camin, zəncir cünuniqə bəstə ilə, bu bəndin anqa xücəstə ilə, qılsangi qəmi eşq ilə ani şad, bir gil mini daği güngüliqa yad. Bir gil mini daği güngüla yad. Şayet bu məhəl birah urğay, kim gərd cərayim ucurğay, kim ehtimalən qələt oxuram bunu, kim girdi cərayimim ucurğay, ol bil ücürüb, ol yıl ücürüb, mən nəzarim rəhmət uyuda, birib qərarım, üsyanıma əfv bulğay ayin, ya Rəb ki bu növ bulğay amin. Təmməl kitab və Unil Məlikül Vəhhab və hüsnü tövfiqihi beləsi bir vəziyyətlə tarix demədi. Ehtimalən bu kitabı biz üstdən oxuyacağıq. Bəli, üstdən oxuyacağıq. Sonuncu səhifədə görək ki, nə oldu, niyə? Bu kitabı tarixin üstə deyəcək məncə. Kitabın əvvəlinə qeyddik, görək ki, bu kitab necə başlanır və qonusu nədir? Nə cürürsə bu kitab çox getdik, bu belə olmayacaqdır. Mən ehtimal verirəm ki, aha, gəldik əvvələ. Bu kitab indi 14-cü səhifədən başlayır, kitabı görürük. Dedim, bu kitabın əvvəlində bir yazı var, o təzhibin ortasında. Yaşıl xətt ilə yazılıbdır. Yaşıl xətt ilə yazılıbdır. Əl-ilk, əl-hikmətü vəl-əkbərullah. Belə bir şey, bu ehtimalən qələt oxuram. Əl-əkmətü. Mən əl-hikmətü
vəl kəbra, Allah, belə bir şey vardı, amma oxuya bilmirəm. Dediyim kimi bu biraz mənə çox ağır xətdir. Əlbəttə heç vaxt oxumamışam, ona görə bəlkə biraz özümə zor versəm oxuya bilərəm. Burada bir şey görürəm, çox cəlibdir. Əli şəriətinin kitablarının qırağında bir dənə bir əlamət vardı, belə Allah sözü, la sözü gəlir, bir-birinə düyünləşir gedir. Burada əgər diqqət eləsəz, əvvəldə əlif lam o işi görüb və sonra Allahın əlif iki dənə lamı bir-birinə o cür eləyibdi. Nəzərimə gəlir ki, o Hüseyni İrşad dedikləri yer bu buradan götürübdü. O armi. Hər halda ehtimalən Bismillahirrahmanirrahim də oxunsun, bilmirəm. Onun üçün mən bu kitabın adı da olsa oxuya Leyli deyil. Qətlən Leyli o Məcnun deyil kitabın adı deyil o. Ey yaxşı itin bila sərağaz. Etməli atın olacaq, adın. Ey yaxşı atın bila sərağaz, əncamiğə kim yetar hər ağaz. Ey səndes olus, ey səndin olus xücəstə fərcam, ağazınqa əql tapmay əncam. Ey عقل غفایز معانی باقی سین و بارجا خلق فانی ای ilka ədəm bəqan ilab zatünün غافنانی zatın qa fənani fani ilab ey elmin qa qeyb sirri məlum mövcudisin özqa barca mədum ey yok qılıban ədəmni budəng yokluğuni ədəm qılıb vücudeng ey hüsnü neyid ey hüsnü ni dilpəzir qılğan ey hüsnü ni dilpəzir qılğan il göngülün anqa əsir qılğan ey hüsnü ilaka ney şeyda ey hüsnü ilakanini şeyda məcnunluq ilə qılıb hüveyda. Burada məcnun sözünü gətirdi, görək ki, nə olacaqdır. Ey eşq otun ilakan cəhansuz. Hər bir şərrini xanumansuz. Ey ortab ol ota xanunmanlar. Ey ortab olub ol onfaxan xanumanlar. Ehtimalən burada ota olacaqdır. Ey ortab ol ota ot. Ey ortab olub ey ortab ol ota xanumanlar. Ney xanu neyman ki cismu canlar. Ey kimini ki ilaban pəribəş məznun anqa yüz əsir qəmkəş. Bu üstündə məcnun təkrar oldu. Məcnun türkcədə dəli olmaq. Bir nəfər ki aşiq olur, o normalda hər şeyi ayağının altına qoyur. Normal adam olmur. Təbii toplumda hamı ki nə cür davranır, o cür davranmır. Fərqli davranır. Çünki o daha özündən çıxır. Onun fikri, zehni, yaşamı hamısı o məşuqu ya məşuqəsidir. Bu da millətin gözündə dəlilikdir, məcnunluqdur. Düzdür, burada çalışırıq ki, biz anlaşımız bu olsun ki, Allaha aşiq olan məcnun olur. Amma vaqiət budur ki, toplumda yaşanan vaqiiyyətləri görür. Onu bağlır Allaha. Yəni deyir ki, bu eşqlər keçəcəkdir. Bunlar yox olacaqlar. Bir neçə ildən sonra ölüb gedəcəyik ən çoxunda və onlar yox olacaq. O halda ki, eşq baqi Allahla insanın arasındadır və Allaha insan məcnun olmalıdır. Belə bir düşüncəni danışır, amma biz davam edək görək ki,
ey kimni ki ilaban pəriveş, məcnun anqa yüz əsir qəmkəş, ey kimini qılıb pəriqa məcnun, əşqi suyun əqtirib cigərcun, ey hər sarı kim qılıb təcəllə, ol məzhər olub cahanda Leyla, ey ani ki Leyla ilab atın, ayetin ehtimalen ya atın, ey ani ki adın, yani üzr istəyirəm, ey ani ki Leyla edib atın adın, məcnun qılmaq qılıb sıfatın, o adın qoyub Leyla, Leyla yəni qaranlıq gecə, məcnun qılmaq qılıb sıfatın, onun sifəti dəlilikdir. Gecə niyə indi buna Leyla deyiblər? İşimiz yox ki, qız qəriymiş, ağıymış, ondan işimiz yox. Amma insan o şeyi ki çox tanıya, ona aşık ola bilməz. İnsan qaranlıqda qaldığı bir şeyi sevir. Əli çatmadığı bir şeyi çox sevir. Onun üçün Leyla adı qaranlıq deməkdir. Bilmirik ki, orada nə var, nə yoxdur. Biz Məcnun tərəfi görürük, Leyla tərəfi görmürük. Leyla tərəf qaranlıqdadır. Leyla tərəf bizə aşikar deyil. Biz özümüzü görə bilirik. Aşıq özü aşıqdır. O birisi aşıq deyil. Ona ki aşıq olur, o buna aşıq deyil ki. Bu ona aşıqdır. O buna, yəni əgər mən Məcnun olsam, Leyla mənə qaranlıqdır. O mənə aşıq deyil ki, mən ona aşıqam. Mən ona aşıq olduğum üçün o mənə qaranlıqdır. Mən bilmirəm o neynir, nə olmur, əsən məni sayır, saymır, tanıyır, tanımır. Bu onu istir desin. Ey Məcnunun xirəddin azad. Məcnun xirəddən azaddır. Əqildən, əqli ötürdü getdi. Ey Məcnunun xirəddin azad. Ahi bir bənan, ahi bir ban xirədli, ahi bir ban bıraxmaq, ahi biriban xirədni bərbad, ey əql sənin yolunda qafil, kim tilsə sənin yolunda aqil, ey bəndələriqa cavidanə, amürzəş üçün tilab bəhanə, tilab diləmək, arzu eləmək. Amürzəş üçün tilab bəhanə, ey əşq suyidin ilaban bəst, duzəx ot, duzəx oti şöləsini biyubəst, belə bir şeydir. Oxuya bilmirəm. O cür olacaqdır. Biyubəst ya biyvəst. Bilmirəm nə cür oxunacaqdır. Kök bir kibi, kök yer kimi pəst-i mürtəfəsin. Gök yer kimi pəst-i mürtəfəsin. Bəlkim bir köklüqa muxtərəsin. Muxtərə. Bəlkim yeru gökülga muhterəsin. Sən sününün bila turt ziddi muvafik. Tört. Fikrim kitabı bir neçə gün bunun qabaq oxumuşuq. Adı burada dəyişibdi, mən gətirmişəm, oxuyuram, amma fikirəm ki, mənə tanış gəlir. Bunların hamısı ki oxuyuram burada, tanış gəlir. Sününün bila tört zidd muvafik, hökmünün bilayeti kök mutabik, tün gün ki qılır sipehri navərd, senin tələbin qida dur cəhani gərd. Başdın ki qədəm qılıb
dörür mehr, ehtimalen dürür mehr. Başdın ki qədəm qılıb durur mehr, istabsini buldu zəfəran xehr. Ya cəhr. Mutabiqin nöqtəsidir. Bu cəhr olacaqdı ehtimalən. İstabsini buldu. İstab istemek sözüdür. İstabsini buldu zəfəran cəhr ehtimalən. Bardur tələbinin vardır. Bardur tələbinin gayarca mail. Lakin seni tapmaq əsr müşkil. Hər nga ki disa oxşamasın, səndin durur ol səs ol imaz. Səndin durur ol sən ol imaz. Hər ni seni disa ray sahib, hər ni seni disa ray sahib, ol sindin o sin arada gayib. O sen arada gayipsin. Gayipsin anga ki bulse nazir, nazirge dağı bariş da hazır. Aflaç kasın şitab birding. Aflaç kasın kasa, aflaç kozmos İngilizcəsi. Məcmuə kəhkəşanların hamısına əflaç deyirik türkçədə. Ərəbcədən gəlmə bir şeydir. Fələk və əflaç. Əflak kasın şitab birding. Əncümğə bunuru tab birding. Gün yüzünü ilading müşkül. Tün güzünü ilading məkhül. O birisi səhifə eysimi ilə başlayacaqdı. Gedək görək ki, eysimini ilading zərəfşan. Tünning şübhəsini günə əfşan. Tafqa bir san libas hara. Tafqa bir ban libas hara. Həsən heynəndir. Ehtimalən isti mənasına gələcəkdir. Bilmirəm, bəlkə də xaradır. Nöqtə kamil düşmür, amma xariyə bənzədirəm mən. Tafqa bir banno libas xara. Zərrin kəmər etken etning aşkara. Qış mehrini cavan ting. Yox, ehtimalən qış olacaqdır. Qış mehrini cü anıng rak isting. Qarnıng sədəfin ərus isting. Fikirəm kitabı oxumuşuq. Mən beləsi nəzərimə gəlir ki, yaz yağmuri yetqac ilading bad. Yaz yağmuri nə deməkdir? Anlamıram bunu. Yaz yağmuri yetqac ilading bad. Bir hükmünü yaşıl səgərlat ya sugurlat. Lalə qədəhni taşta ördüng. Jale cühəri başqa ördüng. Gül fərağini həvağa saçding. Gül fərağini həvağa saçding. Qunçə kərəmin səbadın açding. Çox işlənmir burada. Çox az işlənir. Gəlqa bir ban zümürridi təxt. Qunçə kimi iladın cavanbəxt. Gecə anga bulmasın diban həm bim.
Gecə anqa bulmasın diban bim, bir ding nərgisi ki nəccisqa məşəli sim. Davam edir beləsi, gedək o birisi səhifəyə görək ki, bu konu harda devam edir. Gördüğümüz kimi burada ortada o yazı sarı rəhdə, bəlkə noxudu rəhdə yazılıb, amma gedibdir, təqribən oxunmur. Və dedik, bu ortadakı yazını normalda şair ya o kitabı yazan yazmayıbdır. Bunu xəttat yazıbdır ki, iki mətləbi bir-birindən ayırsın. Ona görə həm rəngi fərqli tutur, həm də rəngin fərqini tutur, həm də yazını bəzən farsca ya bir ayrı dildə yazır ki, o şairin ya yazarla xəttatı, nəssaxın fərqini ayrı gətirsin. İndi acaba bu nədir? Bunu oxuya bilsək? Bəstlıq oxuya bilmirəm. Mən ehtimalən münacat, ol rəfi'u dərəcat, həzrətində kim oxuya bilmirəm. Əqli, tili da görsənmir. Yəni o biraz ehtimalən kitab adamın əlində olsa daha rahat oxuya bilər. Görək buradan 1-2 sətr buradan oxuyaq. Yəni 4-5 beyt oxuyaq. Görək ki, nə çıxır. Həmdingi dimağ çüc buldu kami, la əhsa idi anın kəlami. Ol əcziğə etiraf qılsa, həmding din özün məaf qılsa. Bəs nəzmida sözdikan minding. Bəs nəzmida sözdikan meninding. Ehtimalən bilmirəm bu necə oxunacaqdır. Çünki 3-4 meylindik ola bilər. Bəs nəzmida söz dikan meylindik, meyləndik aman, meyləmək, meyləndik min xudni ki 100 tuman meyləndik. Söz əczini zahir iləmaq həm, öz əczini zahir iləmaq həm, insaf ilə geldi nasəzalıq, yox ki kəmal bixi həyalıq. Cün həmd-ü sena işi bu buldi, kim əqli kullanda üzr quldi, həm güngü məqal bulmaq uyi, oli, həm güngü məqal bulmaq oli, bu üzrü dalal bulmaq uyi, qılmay dəvi xoş ədalıq, ərz ilə nəvaiya qədalıq. Nəvai öz adını burada birinci dəfə işlətdi. Qılmadı dəva xoş ədalıq, ya dədiyə xoş ədalıq, ərz ilə nəvaiya qədalıq. Ya Rəb işqində ol küdamın, kim baştın əyaqqa ca xətanın, əyaqqa ca xətanın, xətamın ehtimalən. Ehtiramən ki, yox, beləsi düzdür. Kim baştın əyaqaca, başdan əyaqaca, kim baştın əyaqaca xətamın, məşkum bu xətada buldu kafur. Yadıma gələn burada değişir. Yəni kitabın bəzi yerlərində şeirlər bir-birlərinə bənzirlər. Bu nəvainin bu xəmsəsində. Amma məsələn indi burada görürəm ki, biraz fərqli oldu. Yəni zehnimə belə gəlir. Gedək o birisi səhifələrdən nəvainin bir ayrı. Məsələn burada əgər diqqət eləsəz, bu səfhədə elə bir ki, duman düşübdür kağızın üstünə, ya da ki, kağız burada məsələn o qədər sürtülüb ki, biraz gedən kimi olubdur. Bu həm o qıraqdakı çərçivədə görsənir, həm də ortada yazıda görsənir. Lütfü ilə
aha burada indi yenə də başlıq şeydir. Ol risalət sipehrinin quyaşi nə'tida kim mü'rəbi biyaridin tulu qılıb. Burada yenə də bu sarı yazını oxumaq olmur. Həzrəti Muhammedin haqqında olacaqdı. Əgər eləyə bilsək tulu qılıb kəm'oyi da kəmali tuti bəlkə ənvari işraqi bila məşriqdin məğribgəca kalmış nisvün nəhar yaruhi nə mənə və kəffi şamida İslam şəm'i yaktı və şam qayağın uyaqtı. Bu indi nə deməkdir? Burada vaqən o şeyi burada farsça yazmayıbdı. Zahir elə ortalar da türkçədir, cığataycadır, amma rəngi ilə yazıblar ki, yəni o bu şey yazmayıbdı. Ey küntü nəbiyyən ilə bağaz, çün xilqətinin geçirə itiban raz, Adəm şəcərinqa میوه مانند آدم شجرینقا میوه مانند فرزندینقا عالم ehli فرزند ey nurun olup cahanqa sabiq bilkim tokuz asmanqa sabiq zatünk bila müftəxər cahan hem seyring bila tokuz asman hem ey rütbeda celing aferiniş. İhtimalen bunu qələt oxudum. Ey rütbeda celing aferiniş. Yok ki teniling aferiniş. Teniling ehtimalen olacaqdı. Nöqtə 2 dana da aşağıda. O halda ki mən teniling yoxunda 4 dana və dəndanəsi də çoxdur. Yəni dişləri də çoxdur. 3 dana təndə vardı. 3 dana da bu birisində lamdan sonra vardı. Onun üçün məsələn bu təni əvvəldəki oxuruq. Təni o düz gəlir, amma orada ling y nöqtələri yoxdur. Ola bilər ki nunun və kafın arxasındakı olsun, amma yok ki teniling aferiniş. Bir necə cahan bulub teniling bəlkə də tənlıq bəlkə beləsi bilmirəm nədir. Yox ki tənling aferiniş. Bir neçə cahan bulub tənling bulmay bu tüfeyli sari menling ya da meyling. Bu meyling olur, olar teniling. Meyling düzdür. Ey zatünün name-i fütüvvət. Ey zatın name-i fütüvvət. Ərqaşıda xatəm-i nübüvvət. Ərqaş üzüyün qaşı. Ərqaşı da xatəm-i nübüvvət. Ol mehri xututi vəsv zatın. Xatəm ələği xatəm əlifi tisi ating. Xatəm əlifi, xatəm üzüyü əlifi ti. Orada bir ti indi nəyin ti'dir? Nübüvvətin ti ehtimalen. O da xatəm əlifi tisi ating. Ti də onun adıdır. Həzrət Muhammedin adını istir desin. Devam edir. Gedək o birisi səhifələrdən bir. Yenə burada fikir kitabı görmüşük. Mən bu şəkillər də nəzərimə tanış gəldi. Əlbəttə bunu bir yerdən tapa bilirəm ki, olub yox. Çünki keçənki cələsələrdə kitabdan əks salmışdım. Əgər gəlsə görərik ki, təkrar olublar ya yox. O bizə göstərər. Əksi biraz fırlatsaq beləsi.
bu kitab değilmiş. O ayrı kitabdır. Səndbadname Türki. Bunu geçen dəfə ona elə onda olacaq deyə, bəs düz demiş. Onda olacaq deyə. Ne idi kitabın adı? Əxyar. Töhfətül Əxyar. Elə onda düzdür. Töhfətül Əxyar olacaqdı, amma Töhfətül Əxyar da onu qabaqcan oxumuşduq. Bu ayrı kitabdır, o ayrı kitabdır. Amma bu Töhfətül Əxyardan Səndbadnamə və ehtimalən bu kitabı oxumuşuq. Yəni yox, o deyil. Burada Səndbadnamədən əks salmışıq. Ən son gördüyüm kitablar bunlardır. Zəhiriddin Babirdən də burada əks salmışıq. O da ondandır və ondan da o Təfriqnamə. Bəs keçənki cələsənin kitabın tapmadıq əslində və bilmirəm ki, hangi kitabdır. O mənə bir müşkül oldu zehnimdə. Yenə burada Həzrəti Məhəmmədin haqqında olacaqdı. Şeirlər devam edir. Gedək bir ayrı səhifəyə. Yəni mən indi burada hər 20 səhifədən gəlmişik 20 səhifəyə. Gedək 40-cı səhifədən biraz oxuyaq, görək ki 40-cı səhifədən biraz oxuyaq, görək nələr var. Kitabın elə orta aşağısında bir yazı değişir. Oradan başlayaq, oxuyaq, görək ki bu nədir. Kaş eləyə biləydik bu kitabın adını tapaydıq. Mən qeydim bunu əvvələ bir də. Oradan elə şey ilə gələk, yəni hövsələ ilə gələk. Və o kitabın adını bilək. 19-cu səhifədə idik, əgər səhv eləmirsəm. Burada əgər kitabın adını tapsaq, yaxçılar Sübh-i kamil oxuya bilmirəm. Təəssüflə bu qızıl yazı ilə yazılanlar ehtimalən işığa şey olur, nurlar değişilir, oxumaq olmur. Gözgü vəsfida kim? Gözgühəri vəsfida kim? Göhər bir süzi anın qarşıda bir qətre sudik bulağay. Bula alğay. Tamam, oxuya bilmədim. Beləsi biraz əyləndə bəzi yer o Əxtər Cahanın mili və bidayəti Zədinin gözü. Qıraqdan oxuyaq, şeirdən görək ki bir şey. Və kamiqə yetmayın ni tədbir. Çün mültəfit oldu halıma bir. Söz gülşəninin şikəstə verdi. İlm at itinin ya at itinin olacaqdı. Vərək nurdi. O yazının devamı varmış. Aşağıdan başlayacaqdı. Onun üçün qədriğə ol üzrə payə. Kim mehri tutub tühida sayə. Nə'linidin ilaban mülk həl. Sur tarka sıda-i bulsə səndəl. Xəmdin ki ya xumdün ki əsası başida tab. Çakmakka iki cəhanini qullab. Bu kidasının ila kaçkin. Gör ilab diyü ila şeyatin. Gör ilab div ila şeyatin. 100 dane ki səbhəsi İraq araqid 100 dane ki biz bunu gəldim görüm gözüm görə biləcək. 100 dane ki səbhəsi araqid 100 feyzi quşuni ilaban seyd ol
تار که دانلار بلیکا بیل حبلی متین جهان ایچیکا ابریگ وزوسی بحر گردون هر قطره که تامسا در مکنون لوله آنگاه فیض ناودانی لوله آنگاه فیض ناودانی آندن آقب آبی زندجانی کعبی yeri dövrə iradət Kəbi yeri dövriyi iradət dur əhliğə xəlqi səadət səccadə və məscida mehrab səccadə və məscida mehrab Kəbə ütika gir arka əvvab Kəbə ütika gir arka əvvab Mehrabı üzrə yazılğan Allah evinin abası işqə da agah bu nədir? Əsası olacaqdır. Evinin əsası eşik da agah başığa çubilisa səddəcağın hey dürüsidin sonub əyağın bil səcdəda cismi xun tapıb xəm İlab anı hey xəmiğ mədxəm hər səcdəda haqqə bilə vasıl bir səcdə dağı bu vəsl hasıl bir səcdə dağı bu vəsl hasıl çalıb fələk üzra çus rəfət çalıb fələk üzra çus rəfət itib mülk itrə dərs himmət sacıb lə'bəti cahan ara nur zati bila nur ala nur devam edir. Mən istirdim görüm burada kitabın adın ya nağılı bir yerdə başlar amma görmürəm. Burada da oxumaq olmur ki əcəba bu hardan kitabın adın başlayacaqdır. Ceybu itakim niladım kan yok irdi kurtarmak özkan imkan özgə haman yok irdi kurtarmak özgə imkan andın çıktım cuşadu hürrem qoynum tulaçıb hem itak hem yetkramda hücum etib xəlayiq yetkramda nə deməkdir bilmədim yetkramda hücum etib xəlayiq min kimsa tilab ol işkala layiq kim ərsi bəzmi içrə itsam kim ərsi bəzmi içrə itsam barini anın nisari itsam چون ناریدی بختی جاودانه تارتار ایدی منی cüdane ehtimalen bixudane olacaqdır. 3 nöqtə şə tartar idi mini bixudane ta ilti bir xəstə mənzil ta iləti bir xəstə mənzil hər növ murad anda hasil cənnət kimi anda bəzm cahi təxt üstə bir xudəstə şahi bəxt itikim itak qoyun ac ya ac olacaq bəli şəh başı üzə avuc saç cün saçmağını şüar qıldım baru yoquni nisar qıldım bar var yox da ki yox da baru yoquni nisar qıldım dedim ki bilay ni şah irir bu ney ərsiyə bargah irir bu bar irdi şəhi sepəhri təmkin yəni ki mu'zzi dövləti din müizzi dövləti din din nüsrətinin elm tərası
یعنی سلطان حسین غازی شنیدا نزول ayet şer adli buluban himayet şer. Bu Sultan Hüseyin Han zamanında olduğu için Teymuriler padişahının ehtimalen son padişahdı hem de. Burada benim zihnime bir şey gelir. Səfəvilər her zaman yıkılıblar. Qacarlar her zaman yıkılıblar. Buna dikkat buyurun. Qacarlar ən sülhülü ve ən demokratik çağda yıkılıblar. Səfəvilər də aynı. Daha orada ucuculukda değil, savaş yoktu, neçə 100 ildən çoxdur ki, savaş təqribən yoktu, sülh vardı, tövsəə vardı, aramış vardı, əmniyyət vardı toprakta və savaş ruhiyyəsi yoktu, qazanmaq ruhiyyəsi var. O da o zaman yıkılır. Qacar da o zaman yıkılır. Dahi şey her zaman yıkılır? Osmanlı. Osmanlı da dəqiqən yenə aynı. Osmanlı da axirlərdə çox güclənibdi, demokratlaşıbdı, məclisi var, dövləti var, ordu zəifdir, çox şey. Yəni iqtisad güclənir, teknoloji yeniləşir, amma savaş gücü gedir aşağıya. Savaş gücü getdi aşağıya, bu da yıxılır. İndi diqqət buyurun, onlardan qabaqçına. Səfəviləri misal vurdum ki, onun qarşısında bir güc gəlir ki, teknoloji və hətta şeydə dalıdır. Amma savaşçıldır, hücumçudur, həmlə eləyəndir. Məsələn, Qacarda baxın, Pəhləvi gəlir. Nə savad var, nə düşüncə var, nə dünya görüşü var, nə də bir şey var, amma savaş gücü var. Yəni, mən savaşacağım, öldürəcəyəm ya da öləcəyəm. Amma o birisi deyir ki, mən gedərəm kələm sataram filan məmləkətdə. Amma millətə məsələn diktatorluq eləmərəm. Bunu siz şeydə də görürsünüz. Səfəvidə də görürsünüz. Molla Hüseyn dedikləri adam o da aynı düşünür. Savaşdan uzaqdır. Qəznə türkləri gələndə ora acaba Qəznədirlər ya Qəznəvidir da fikrim. Hər kəs, o adam ki gəlibdi ora. Ki bugünkü Əfqanistandan deyəndə gəlibdi. O həmandır ki Teymuriləri yıxırlar, sonra gəlirlər bu tərəfə. Fikrim indi adı yadıma gəlmir. Fikrim Məhmuddur, Mahmud Qəznəvidir. Amma hər halda o adam da savaş istəyir. Savaş gücü, həmlə gücü, qüdrət almaq gücü, ordusu, savaşı, təcrübəli, amma bu birisi tərəf yox. Görürsünüz ki, o gəlir həmlə eləyir, bu deyir ki, tamam, Allahdan mənə belədir ki, mən burada qutardı mənə verdiği məmuriyyət, mən hökuməti təqdim edirəm sizə. Yəni, aynı şeyi biz şeydə də görürük. Moğollar gəlirlər, ya Teymur gəlir, görürsünüz ki, Osmanlı aradan gedir. Orada da biraz inkişaf çoxdur, hökuməti saxlamaq, savaşdan biraz uzaqlaşmaq, amma çox da uzaqlaşmır, amma aradan rahatca gedə bilir onun qabağına, çünki o hücumçudur, həmlə eləyəndir. Gene eyni halda baxanda şeyə görürsünüz ki, o cürdür. Yəni, Səlcuqlar da o cürdür. Qəznəvilər də axirdə o cür olurlar. Və türklər nə cür gəlirlər şeyin yerinə? Əbbasilərin yerinə. Əbbasilər də görürsünüz ki, Məmun dövrəsində yavaş-yavaş, ondan da qabaqdan yavaş-yavaş gediblər ədəbiyyat, texnoloji, azadlıq filan, bəhman çox inkişaf var, tərcümə, kitab, elm filan bunlarla məşğuldular və ordu yavaş-yavaş keçir türklərin əlinə zəifləyir, türklər də hücum halındadılar. Gene görürsünüz ki, şey də o cürdür. Yəni mən diqqət eləyəndə görürəm ki, Öməvi də o cürdür.
Öməvilərdə də görürsünüz ki, yavaş-yavaş məsələn Yezid özü məsələn yenə Muaviyə savaşçıdır, siyasətçidir. Oğlu Yezid biraz şeydir, amma Yezidin oğlundan sonra görürsünüz ki, yavaş-yavaş o aradan getməyə gedir. Hətta məsələn Yezidin bir oğlu gedir məsciddə, adına deyirlər ki, məscid quşu da, yəni bu qədər məsciddən çıxmır eşiyə, ibadətlə məşğul olur filan bəhman. Bu o vəziyyət yavaş-yavaş görürsünüz ki, oradan çıxır. Hətta Muaviyyənin ailəsindən çıxır, gedir ayrı ailəyə. Yəni öz uşaqlarından çıxır, gedir indi əmisi uşaqları deyə nə idi, nə bilim, qardaşı uşaqlarıdır. Onlara keçir və onlar davam edirlər. Onlar da bir müddətdən sonra, bir 100 ilin içində onlar da əriyirlər. Yavaş-yavaş o əvvəlki o savaş ruhu, o şey aradan gedir. Təqribən bizim şərqidə, İslam, müsəlman və türk şərqidə həmişə o zaman ki, savaş gücü zəifləşdi və hakimiyyət savaşdan çox, ordudan çox elm və teknoloji, inkişaf, azadlıq onlara fikir verdi. O zaman o taza güc ki, çox da həvəslidir gücü əldə alsın və heç zadı da yoxdur əldən verə, o eləyə bilir bunu yıxsın. İndi bunu niyə dedim? Sultan Hüseyin Xan Qazi, ki özü də savaşçıdır, onlar kitab yazıb. Bunun kitabın download elədim, bu günləri indirdim, oxuyacağıq. Özü kitab yazır. Onun dərbarına bağlı, ona bağlı, yəni onun düşüncəsinə bağlı yüzlər mütəxəssis kitab yazırlar, memarlıq eləyirlər, binalar tikirlər filan. Bəli, inkişaf halındadır hər şey. Davaya o qədər hazır deyil toplum. Toplum rifaha hazırdır. Acaba bu Avropada, Amerikada da beləmidir? Yəni məsələn, acaba məsələn biz Portugal nə cür yıxıldı? İtaliya nə cür yıxıldı? İspaniya nə cür yıxıldı? İngilistan nə cür yıxıldı? Alman bilirik, Alman savaşdı, şikəst yedi. O çox ciddi şikəst yedi. Əlbəttə Osmanlının da cəhdi özü ilə apardı. O özünü nəcat verdi Alman. Amma Osmanlı özünü nəcat verə bilmədi. Çünki Osmanlının içində xain çox idi. Satılmış özün... Mən bir videonun üstündə işlirdim. Həzrəti... Buna əstəğfurullah eləməliyəm. Tövbə eləməliyəm. Bir miniatür gördüm. Mənim nəzərimə gəldi ki, bu miniatür ola bilər Həzrəti Məhəmməd olsun və yanında 4 yarı-yavəri olsun. Bu 4 yarı-yavər orada oturublar. Mənim zehnimə gəldi ki, nədən danışa bilərlər bunlar? Ki, bizə bu günləri önəmli ola. Çox düşündüm. Nəzərimə gəldi ki, Quranda ən şeydən ki, çox qorxur Həzrəti Məhəmməd münafiqdir. Kafirlərdən qorxmur. Münafiqlərdən qorxur. Və münafiqlərin bəzi yerdə ibadətgahları yandırır. Münafiqlər gedirlər özlərinə məscid tikələr məsələn, bir yer düzəldirlər, orada namaz qılarlar. Peyğəmbər gedir oranı yandırır. Amma hamı münafiqdən danışır. Münafiq. Türkçədə buna deyirlər riyakar. Riyakar. Nə deməkdir bu? Kim riyakardır? Axı nə mənə bu adamı riyakar elər? Mən bunu düşündüm. Belə bir düşüncə gəldi zehnimə ki, Həzrət Məhəmmədlə bunlar danışırlar gələcək müsəlmanlarda, gələcəkdə. O şey ki, gəlməyib, indi Peyğəmbər yaşamır, bəlkə gələcəkdə olacaq. Bəlkə səhabədən biri soruşur ki, millətin gələcəyini necə görürsən? Orada millət deyilmir, ümmət deyilir. Ümmətin gələcəyini necə görürsən? Mənə belə gəldi ki, Həzrət Məhəmməd belə bir şey deyə bilər. Ki, bir zaman gələcəkdir ki, özü də yaşır o dövr. Din tacirləri və alimləri
pul və güc üçün, sərvət və güc üçün dindən sui-istifadə edəcəklər. Bunlar münafiqdirlər. Münafiqin əlaməti budur ki, bunlar sərvət üçün və güc üçün dindən sui-istifadə edəcəklər. Və bu iki danadan dolayı bunlar dinə bir zərbə vuracaqlar ki, kafirlər o zərbəni heç vaxt vurmayacaqlar. Amma bu bir hədis kimi bunu görməməliyik. Bu bir hədis deyil. Bu mənim beynimdən münafiqi tərif eləmək sistemidir. Mən istədim münafiqi tərif eləyəm. Münafiq kimdir? Münafiq o adamdır ki, din adına çalışır. Amma dini nərdivan elir ki, özü oradan bir gücə, pula yetişsin. İndi bunun adını hər nə qoyursuz qoyun. Molla olsun, müştehid olsun, rəhbər olsun, məclis nümayəndəsi olsun, dövlət olsun, nə bilim, rəis, bir karxana rəisi olsun, bir idarə rəisi olsun, bank rəisi olsun, ustandar olsun, fərmandar olsun, məhəllədə bir məsciddə oturan adam olsun, nə bilim, bir dana, məsələn, hörməti sahib bir adam olsun, fərq eləməz. Hər kəs ki, pul və gücü əldə eləmək üçün. İranda bunu çox görürsünüz, başqar, bulalarla zadlar. Əlbəttə ki, o bir tərəfidir. Yəni, adamlar məsələn köynək geyirlər. Tamamən bu 40 ildə, 50 ildə oğruların %99'u böyük oğrulardan danışırıq. Kiçik oğrular ki, aftafa oğrular, onlar oğru deyirlər. Onlar naçardılar. Onlar naçardılar. İşsizlikdən, bədbəxtçılıqdan, ədalətsizliyə bir növ etirazdır. Bir də insanlar bu keçən illərdə idarələrdə, məhəllələrdə, dövlət işlərində filan ya dövlətə bağlı olan işlərdə, qurumlarda, qurumlarda çalışanlar, fərq eləməz, radio, televizyon olsun, dövlətə bağlı olan ruznamələr olsun, polis olsun, polisin şöbələri olsun, nə bilim, əmr bi məruf olsun, nəhyəz münkər olsun, danışqahda hərasət olsun, nə bilim, filan olsun və hər kəs daha, hər kəs ki, dövlətə bir cür bağlıdır. Və bu bağlılığı mən İslam'a daha çox bağlıyam, mən Allaha çox bağlıyam, mən vilayətə çox bağlıyam, mən Əliyə çox bağlıyam, mən Həsənə, Hüseynə çox bağlıyam, mən Məhəmməd sallallahu aleyhi və səlləmə çox bağlıyam deyə o gücü, o pulu əldə edir. O fəsadı əldə edir. Bu, məncə münafiq bulardır. Mən bu tərifi vermək üçün o videonun üstündə işlədim. Niyə bunu dedim bilmirəm. Burada görürük ki, bu kitab Sultan Hüseyni Qazi zamanında, yəni Əmir Teymurun ən son silsiləsindən, nəvələrindən, nəticələrindən olan bir adamdır ki, o kitab yazmaqla həm özü, həm sistem əslən çox belə inkişaf edir. Elm cəhətdən, mədəniyyət yaratmaq cəhətindən filan. Bunun qarşısında birdən o tərəfdən bir ayrı adam, ayrı bir güc ki, yavaş-yavaş qalxır və çox hərisdir güc və silah ələ gətirsin, pul ələ gətirsin. O gəlir və bunu yıxır gedir. Normalda həmişə belədir bizim toplumlarda. Mən beləsi düşünürəm ki, buna nə deyirlər? Deyirlər ki, istihalə olmaq. Fiqhdə bunun adı istihalədir. Yəni nə mənə? Yəni bir şey zaman içində, məsələn, misal fiqhdə belə vururlar. Deyirlər ki, əgər bir it, ya bir adam, ya bir mundar bir şey, hər nə mənə ola bilər. Mundar bir şey ki, ya haram bir şey ki vardır, düşə bir duz mədəninə, ya düşə torpağın içinə və orada çürüyə zaman içində. Amma qiyafəsi qala. Yəni biz ona baxanda görürük ki, duzdur, amma məsələn bir itdir, bir adamdır. Amma ona əl atanda, məsələn, qulağını sındıranda, quyruğunu sındıranda, barmağını sındıranda, ya burnunu sındıranda görürük ki, duzdur. Bunun halı değişibdir, istihalə olub. Yəni, o iki qabaqcan bir ət, can, tükü var idi, nə bilim, əti var idi, kəmiyi var idi, qanı var idi. Onların hamısı çönübdür. Düzdür, adama bənzir, düzdür, itə bənzir, düzdür, bir ayrı mundar bir şeyə bənzir. Amma
Hər şey dəyişibdi. Cismi dəyişibdi, qanı dəyişibdi. Hər şey. Yəni sellulları dəyişib olub duz, olub torpaq, olub fosil. Bu istihalə olubdu. Yəni halı dəyişibdi. Halı dəyişdiyi üçün onun da o əvvəlki hökmuna cari deyil. Bunun üçün siyasətdə də və toplumda da istihalə olmaq məsələsi var. Yəni zaman içində bir şey o əvvəlki halından dəyişilir. Cumhur İslami məsələn əvvəl qurulanda hökumət müstəzəfin, ədl əli, nə şərqi, nə qərbi Cumhuri İslami belə bir şeylərlə gəldi üstə. Yavaş-yavaş çox da çəkməyibdi. 50 ildə oradan gəlib bura hər şey, mənilər dəyişdi, Xameneyi öldü, getdi, amma o ölməmişdən qabaq bir neçə il qabaq müstəzəfini o mənadan rəsmən özü çıxartdı. Müstəzəf dedi, o deyil ki, kasıblar müstəzəf deyirlər. Müstəzəf belədir. Bir ayrı məna verdi. Və bu günləri tamamən onun tərsinə gedir. İnsanlar o zaman, məsələn, mənim yadıma gəlir, 13-14 yaşım var idi, məsələn, hətta mən də bir dəfə getdim. Adamlar gedirdilər, durdular xiyabanda, minirdilər, məsələn, maşınların, o zaman Neysan var idi, Neysan Vanet, bir də ayrı bir maşınlar vardı, Vanet deyirlər adına. Minirdilər, onun dalısına gedirlər, kətlərdə əkinçilərə, zotlara köməklik edirdilər. Heç kəs pul fikri eləmirdi. Mən buradan bir pul çıxadım. Yadıma gəlir, bir məcəllə çıxırdı, məcəllə ki, nə cür bir, məsələn, tolidata girin. Çox müftəcə, məsələn, sabını nə cür düzəldin, karxanasını nə cür qoyun, neçə ilə karxanasını qura bilərsiniz, nə bilim, bu mayi zərfşüyü deyirlər farsıda, deterjan, qab-qaşıq deterjanı ya paltar yumaq deterjanı, bunları nə cür düzəldin? Məsələn, mənim yadıma onun məcəlləsindən məndə bir neçəsi var. Məcəllədə bunları yazırdılar, paylayırdılar, insanlar keçsinlər, bu işləri qursunlar, pul qazansınlar. Heç kəs orada demir ki, mən bu işi burada yazıram, bu adam gedər pul qular, məsələn, karxana açar, özünə bir iş yeri açar. Mən o cür deyildi, amma indi o cür deyil. İndi hər kəs 2 dənə kəlmə başarır, onu satmağa çalışır. Oradan minlər, milyonlar qazanmağa çalışır. 2 kəlmə. Mən də bunun daxil. Mən də bunun içində. Yəni, hamı biləsi. O nə deməkdir? İstihalə olur. Yəni, o günkü zamandan dəyişir. İndi bu özü içində yavaş-yavaş aradan gedəcəkdir. Acaba bir ayrı sistem gələcək üstə, yoxsa bu sistem içəridə özün islah eləyəcək, biraz davam eləyəcəkdir, onu gələcək göstərəcəkdir. Məncə, islah imkanı yoxdur. Çünki mənim bir dostum var idi, öldü getdi, Allah rəhmət eləsin. Salam ruznaməsində bərabər işlərdik. O deyərdi ki, bir sistem ki, qələt işləyir, dəndələrin hamısı tərsə işdir. Bura bir dana düz dəndə düz işləsə, ya o sistem gərək aradan gedə, çünki bu vurar o sistemi sındırar. Ya da gərək bu aradan gedə. Çünki sistem çox böyükdür və bir adam, 2 adam orada burada piç olaraq, möhrə olaraq, mıx olaraq, nə bilim, düz işləsə də dəstgah onu sındırar, onu atar eşiyə, onu əzər. Onun üçün Cumhur İslami bir dana sistemdir ki, tərsə işdir. Tərsə işlədiyi üçün onun içində 2 dana da salim adam olsa, o dəndələrin arasında əzilər gedər. Dəndə əslində onu əzər. Siz fikrin ki, bir dana motor işləyir, bu dalı-dalı gedir. Əvəzin ki, qabağa getsin bir maşın, dalı-dalı gedir. İndi siz burada istəyirsiniz, bir dana dəndəni bunun içinə qoyasınız, ya orada ola, o deyir ki, mən dalı-dalı getməyəcəm, qabağa gedəcəm. O külli sistem dalıya getmək istəyir, bu istəyir qabağa gəlsin. Bu nə olar? O sistem bunu sındırar. Sistem bunları sındırar, özünə, onun yerinə bir ayrısını qoyar ki, bundan işləsin. Onun üçün də siz görürsünüz ki, bir nə adam ki, çox adam öldürür, ya cinayət çox eləyir, onu dəstgahda yuxarıya aparır. Daha mühüm postu verir. Çünki bu sındıranlara sındırmağa köməklik edir. Yəni, içində salim
möhrələri, salim piçləri, salim dəstgahın, salim yerlərin bu aradan aparır, o başdakına bu xeyri var. Çünki sistemin dalı gedir. Bu da dalı getməyə köməklik edir. O içində salim adamları bunlar sındırırlar. Əslində bir də adamların işi sistemin içində budur ki, onları tanıya, onları sındıra. Bunların hamısını dedim buna görə ki, bu Sultan Hüseyn Teymurun yəni Teymurilərin son padişahının vəziyyətini istədim deyəm ki, nə cür oldu, şikəst yedi ona görə. Burada kitab ona görə görürük. Əcəba bunun davam eləsək bu kitabın adını tapa bilər miyiz? Onu düşünürəm. Hər elmdə bir kişi ki ələm min qaç aca almay elida dəm aləm ara elm dindir. Aləm ara elm dindir. Din elmi fikirür yəqindir. Bəzmi ara hər fəqihə mahir bir məsələ qıldı irsa zahir. Yüz şübhə qılıb bari müvəccəh kim naqil imaz biridin ağcəh. Davam edirik. Burada feylən hələ bu vəziyyətdə davam edir. Bu da məncə hökumətə görə də bir şeylər deyir, amma bunu oxumaq üçün vaqəən vaxt istəyir. Oxuyaq bu kitabları və analiz eləyək bunların üzü ilə gedək. Görək burada nə deyir? Gülşən sifətin diqanga bir gəl vəsfin itarka qayda tədbir. İtildi cüşah ucun sənasi, itildi ehtimalən yəni itəlildi, qutuldu. İtildi cü şah ucun sənasi, şəhzadığa həm girək duası. Şəhzadə benim şəhü şəhənşah. Şəhzadə bəgim şəhü şəhənşah. Şəhlar işiqida xaç dərgah. Həm کشور عدل تازه باقی هم سلطنت üçünün çıraği övcünün hem saltanat övcünün çırağı. İttifaqan bu şahzadəni işi tərif eləyir. Bunun dövləti, yəni dədəsi ölür. Dədəsi öləndə bu gəlir iş üstə və çox da davam çəkmir. Yəni ehtimalən ilə dədəsi ilə ölməyi ilə bunun aradan getmağının məsələn bir neçə gün arası vardı. Nəzərə belə gəlir. Həm sənələr övcünün çırağı şəhliq cəmənida sərvi gülcəhr. Ədl ihsan sipəri yədə məhr. Mehr bəlkə. Cəhr məhr. Alən içi icrə qəhrəman ol. Yəni ki, bədi-üz-zaman ol. Bədi-üz-zaman dedik ki, bu o da oğlanın adıdır ki, keçənki cələsələrin birində gördük. Gər outi olub zaman bədii, zati gəlib insucan bədii. Allah Allah ni at irir bu. Ney paçı xudəsti zat irir bu. Andaq ki məlikvəş ulduzati geldi yelki bari sıfati. Tamam, devam edir beləsi. Bunda da bu şaha çox və vəliəhdə çox iltifat edir. Bu birisində görək əcəba burada nağılın haqqında bir şey deyəcəkdi. Biz hardan oxuduq ki bunun adı Leyli Məcnun'dur. Onu mən bir baxım, burada görüm bunu harda gördüm mən. Biz bunu gördük bir yerdə, amma İngiliscəsində. Burada İngiliscə yazmışdılar. Orada yazmışdılar ki bu kitab bəli Leyli Məcnun burada yazıblar. Biz buradan bildik bu Leyli Məcnun'da. Hələ feylən özümüz bunu oxuyub bir dəlil tapmamışıq ki bu Leyli Məcnun'dur ya yox.
Əcəba biz hara gəlmişdik, əgər bunu bilə bilsək. Bəli, buranı oxumuşduq. Buranı oxumuşduq və bu birisi səhifəyə gəldik. Görək ki, burada əcəba kitabın haqqında bir şey tapa bilərik. Beləsi gedəndə mən kadrdan çıxıram yeşiyə, amma vaqiət budur ki, beləsi eləyəndə adam bir zərrəcən o kitabın o qızılı ilə yazılan yeri, ya sarı ilə yazılan yeri oxuya bilir. Mən burada bir Leyli kəlməsini görürəm. Amma bunu oxuya bilmirəm təəssüflə. Leyli meydanı cüğə yapmaq və Leyli xiyali bila gördüşmaq Məcnun sevdasına düşmək. Ehtimalən beləsi bir şeydir. Yəni buradan bu üzə o Leyli Məcnun buradan görünür. Mən buradan bu üzə biraz oxuyayım. Bu kitabın adını özümüz çıxadaq. Onu biz görürük. Cismim buluban togir əsiri, bugir əsiri. Gönlümga məgərri سپهر گیری مرکب آنگاه توسنی nə olacaqdı? Nəxil ehtimalən ya beləsi olacaqdı. Mərkəb anga tousəni xiyal mənim nəzərimə gələcəkdir, amma xiyal sözündəndir, amma oxuya bilmirəm nədir. Kehilə hər yan çapar irdi bi təəmmül. Onun nöqtəsi vardı. 3 nöqtəsi vardı. Gəlsəl. Oxuya bilmirəm bu nədir. Şəbrəngi cahanda küt yükürdü çün berri ərəbqə yeti turdi. Çün berri ərəbqə yeti turdi. Kim tapti məşami eşqidin buy. Kim tapti məşami eşqidin buy. Tərk iti bu buy ilatək o buy. Çün vadi eşq tapdi mənzil. Otma keliki müşkil irdi müşkil. Rakib qədağı dirəng buldi. Mərkəbnin əyağı ləng buldi. Həm sərsər ah atıb həvafaş. Yummay tu kar irdi həm bulut baş. Yəni isar irdi hel dağı tez ya bel dağı tez. Yəni isar irdi hel dağı tez, yağmur dağı irdi vəhşətəngiz. Tün tirə leykin dimaq artıq. Gözünü yumub istekan barğuluq. Ya tur üzrə ləmə gör gözə bərq. Ya tur üzrə ləmə gör gözə bərq. Andaq yaduban ki mehridin şərq. Ya musi etib əyan təmənni. Haqq tur üzrə eyləvan təcəlli. Ol növ'i ki tur و sahibi tur. Bulğan kibi qərq lecce-i nur. Gəh Yəsrib üzrə bu bərq olub şər ya sər, belə bir şey. Oxuyanmırəm. Gəh Yəsrib üzrə bu bərq olub sər, 3 nöqtəli sığınan. Zülmət əşəsi sən ziyariz. Andaq ki Rəsul Haşimi keş. Bəhr içrə cübuldi vəslətəndiş. Mi'rac tunic اوج tutti. Yüz ləm'əsidin cəhan baru tutti.
Çok berg veş aldı asman zu. Yesrib bu berg saldı partu. Ceh kutsur üze ol hagini sazıp yüz. Yüz de olabilir. Nur olabilir. Üzr istəyirəm. Ceh quds üzrə o haqeyn saçıb nur. Tün mişkiqa tukar irdi kafur. Andak ki xəlil otun zamanə təki tür kay dud arar zabanə. Dud arar zabanə. Ya ubqa yarur da abrek kirdar. Ya Olga yarur ya Olga yarur da berg kirdar. Nemrud yüziga salıp envar. Her lehze ayan bulup Yemen din. Taşlar idi ateşin kemendin. Andak ki Süheyl bulsa tali Bulgay geratun yemnğe lame. Yok ki Uveys güngülü yati. Gılgay geratuni mahtabi. Ceh salıp bu kış bu gebis. Ceh salıp bu gebis öz uza tab. Andın buluban harem sefayab. Yaluz bulup haremğe nazil. Ol tağ üzre hem yarıp menazil. Kay esnem Cahi esnem üzre lem afken. Şah üzre ne çünkü nar imen. Andak ki selem yığaclarındır. Andak ki selem yığaclarındır. Zinet bir kay ayan etip nur. Ya bur. Nur olacaktı. Ceh necə üzrə, ceh nəcd üzrə ot caqıb cahanğa. Ceh nəcd üzrə ot caqıb cahanğa. Şölə çəkib ot asmanğa. Hicran qəraşami zaru məxzun. Çəkkan kimi otluq məcnun. Ceh şam üzrə xeyzi bi müdara. Ceh şam üzə xeyzi pey müdara. Süb ilaban anda aşkara. Andak ki qilib kirişmə meyli zülfitrə cəmalın ehza leyli. Zülf içrə cəmalın adsa leyli. Səkirir idi ol cağın bəyani. Səkirmək qabaqcan oxumuşuq, amma bir dəfə də bunu indi axtarışıq. Səkirmək beləsi eləməkdir. Gözün səyirməsi. Bu anlamdadır. Bugün yeni bir el yazma okurup ki adı Leyli ve Mecnun'dur. Bu kitabın yazarı ise Emir Ali Şir Nevayi'dir ki bu kitabı şiir şeklinde yazmış ve her satirde 4 misra yer almış.
yazmış və hər misrə iki çərçivə ilə bir-birindən ayrılır. Bu kitabda səkirtmək, bir də baxın görün düz oxuyuram yoxsa yox. Sikirmək. Qələt yazmışam. Sikirmək. Gəlmiş anlamı nədir? Hörmətli İnsafəli bəy, Leyli və Məcnun kimi ölməz bir əsəri mütaliə etməyiniz çox dəyərlidir. Əmir Əli Şirinəvayinin bu əsəri Türk ədəbiyyatının zirvələrindəndir və Məsnəvi qalibində yazılmışdır. Hər beytdə 2 misrə və hər misrədə müəyyən bir vəzn. Bu kəlmə haqqında deyim ki, qədim türkcədə və klassik ədəbiyyatda dil və sözcüklər zaman keçdikcə məna fərqliliklərinə uğrayıb. Sizin işarə etdiyiniz sikirmək sözü qədim türk dilində və Nəvainin dönəmində bugün başa düşülən məna ilə bərabər deyil və ya o məna ilə işlənməyib. Bu sözcük haqqında fənni təhlil. Kök və məna. Bu kəlmə qədim türkcədəki sigirmək yaxud sikirmək fiili ilə bağlıdır. Bu fiil qədim dildə bir şeyi təzyin etmək, bəzəmək və ya bir şeyin üstünə nəqş-nigar vurmaq mənasındadır. Ədəbi istifadə Əmir Əli Şirinəvayinin əsərlərində, xüsusilə vəsfilərdə bu kəlmə süsləmək, bəzəmək və ya nəqş-nigar etmək mənasında işlədir. O dönəmdə şairlər təbiət ya da sevgilinin gözəlliyini vəsf edərkən gül və çiçəklə bəzənməsini təsvir etmək üçün bu kəlmədən istifadə edirdilər. Nəsihət, klassik mütunları oxuyarkən bu kimi sözlərə rast gəldiyinizdə bunları dönəmi sayaq içində dəyərləndirmək lazımdır. Nəvainin Leyli Məcnun və bir irfani və ədəbi əsər olduğu üçün orada hər sözcük dəqiq bir təsvir üçün seçilib və ibarətləri zinətləndirmək məqsədini daşıyır. Tamam. Qeydaq kitabımıza. Sigirir idi olcağın bəyani, andın görünüb qətilə vəhy, ehtimalən qətilə ya qəbilə vəhy. Yox kim cağılır dayı təəmmül, yüz həyyu qətiləni qılıb kül. Bulğan salı bərq nuri biran, hər yan görünüb səbaq duran, dəran, sibaq dəran. Qablan bila şiru bəbr xunriz, qan tükqali çəngilar qılıb tiz, çəngilar qılıb tiz. Uşağını ki buldu tufraq, hər yan görünüb sunkakları ağ. Sokaklar ehtimalən sunkaklar, mən sokaklar kimi anladım, amma ola bilər ki, başqa bir anlamda olsun. Süksük gibi kim çubuldu pude ya pude, ya bəqay buze üzrə tude. Gün geçibən itürüb əjdehalar, tün cenli gəlib qərablalar. Yağın dimakim bulut
ədudin beykan tökülüb ilka qətrə sudik. Mən istədim görüm bu kitabı Leyli Məcnunun adını biləxərə bir yerdə deyəcək kitabın adı nədir, amma feylən ki sözü ayrı yerlərə çəkir. Mən biraz beləsi baxım görüm əcəba burada kitabın adına görə bir şey görə bilərik. Ondan sonra oranı oxuyaq. Sürətlə baxıram, amma ta hər tari cünun əyağı bənd. هم یلیکا قسم سرسر آه هم اوتی سموم عشق جانکاه ویران تنی غم گوشی مکایی سنغان باشی هم گوس یسایی احتمالا سودا تو تونگا ساجمانند سودا تو تونگا ساجمانند هر تاری cünun ayağı qəbənd eşq içrə cünun anın sıfatı məcnun bilib cəhanda ati adı məcnun deyilib cəhanda adi bu dəşti anga məqam məskən oti gülü xaru dəşti gülşən bir nadiri eşqə mübtəlayı ney nadirə kim cəhan bəlayı andın əcəbü ərəm ələmda yox misli ərəb bila əcəmda eşq icrə nə çünki ol yeganə bu hüsnüdə afəti zamanə əfsanələri cahanda nami nəzmi lab xusru و nizami xusru nizami bunları deyir ki xusru neydi onun adı oxumuşduq keçən 2 günlərdə oxuduq Xosrow Qubadiyani belə bir adı var idi ki, dedik bunu bizə fars tanıdıblar, amma türk adam və Hindistanda yaşır. Nəzmi ilab Xosrow Nizami kim eşq sözün rəvayət ilab ehtimalən bu t gərək oxunsun. Kim eşq sözün rəvayət ilab həm bu iki din hikayət ilab andaq ki bulub demaq kamili nəzm ocuning əxtəri Suheyli də bunu deyibdir. Kim hali nəzm ara irür fərd ya bəli fərd kim hali nəzm ara irür fərd dürpaş bəyani nəzm pərvərd Xosrow ruhiqə yetürüb şin Xosrow ruhiqə yetürüb şin Lekin yana bir ka qürrətül eyn lekin yana bir ka qürrətül eyn hər yanca qılıb bir ka bidad ruhin yana bir ning ilaban şad çün sürmüş külki dürfişani tahrir etmiş bu dastani məqsud ki bila türfə məqsud yox dəhr səhifəsində mövcud bu xeyli ki budəm oldu məlum kim iladılar bu qıssə mənzum bu dəştiqə qılmayın kədər heç tapmay bu bəliyyədin xəbər heç iştiqan ilə əvam dinsuz yar oy natamam dinsuz bu qıssəyə anca bir dilar reyb kim bulmaz vəsfi içrə söz deb sin kim buluban sepehriyarınc bu badiyəda tüşüb güzarınc
Bildin ki anga halini ikandır. İhtimalen kan sözü ihtimalen. Bildin ki anga halini eygandır. Enduhu melalini ikandır. Munda yetib ol kişi ki yanğay. Neydi kay o disakim inanğay. Min kim itim oldu hadiye eşk. Mesken manga ışbu vadiye eşk. İtay mecnun sözün sangarast. İtay mecnun sizin sangarast. Leyli gemi itrebi kemikast. Bu söz diban iti qıssa ağaz. Axırğa ca buldu nuştu pərdaz. Leyli ilə Məcnun da burada cəhdi işlətdi. Amma görək ki, kitabın adını deyəcək ya yox. İkisini bir yerdə işlətdi. Yəni bir misrəyin içində İtay Məcnun sözün sangarast. Leyli qəmi itrəbi kəmikast. Bu söz diban iti qıssa ağaz. Axırğa ca buldu nuştu pərdaz. Kim bilə o bilə hali anındır. Enduhu gam u melalı anındır. Tüm qıssəni anladın revan yol, revan bul. Tüm qıssəni anladın revan bul. Sunğıl vərəq u qələm sarı qul. Sunğıl vərəq u qələm sarı qul. Sindin rəqəm ilamak şikayət. Bizdin sanga sursari hidayət. Bizdin sanga söz sari hidayət. Səbt ilama sang alar carınkin. Ma'nisi dəqiq u lafzi şirin. Leyk ulğusi dərdü sözü köpraq. Leyk ulğusi dərdü sözü köpraq. Hingame-i dilfruzi küpraq. Ol yan gel sümbül, ol yan gül sümbül olsa mevcud. Sen ot yakgung ayan kılıp dur. Görsan ol yan dür yegane. Sen gılgun göz yaşını dane. Bulsa ol yan surud dilxah. Bulgusi buyan fəqan bila ah. Bulgusi buyan fəqan bila ah. Cün eşq həvaləsini bildi. Eşq dililə qəbul qıldı. Caniğə biləşdi zövq-u halət. Caniğə biləşdi. Biləşmək, sıvaşmaq. Caniğə biləşdi. Bilə olmaq, bərabər olmaq. Yəni elə bilin ki, palçığa düşmüşük ya bir şey yapışdırmışıq, sıvamışıq üstümüzə. Caniğə biləşdi zövq-u halət. Rəf oldu bariğə müməlalət. Sözdür qa biləni bağlaban rast. Sözdür qa biləni bağlaban rast. Ol mərkəb üzrə səkirdi cəst. Oxurduq ki, səkirmək nə deməkdir? Sigirmək. Ol məkrəb üzə sigiridi cəst. Yetgürdi hücre iqamət. Müəzzin çəkdi salay, müəzzin çəkdi salay qavmət. Cün qıldım ədayı fərzbari. Qol bardı dəvatu xamə sari. Ol növ ki hatif etdi irşad. Mən həm qıldım fəsanə bunyad. Bu silsilə-i həlqəsidə buradakı bir şey düşüb üstünə oxunmur. Əcəba mənim yazım deyil. Yəni dedim ben mənim kompüterimdən deyil, amma yox. Orada bir şey düşüb bunun üstünə bir şey düşübdür. Nə düşübdür bilmirəm. Yazı oxunmur. Bu növ çıkar sedai zəncir. Gene burada ayrı bəhs başlanır. Amma kitabın o yazmasının adını bilseydik daha yaxşı olardı. Bəli, bildik ki, daha
Leyli və Məcnun doğrudur. Bu kəlmələr burada yazılır. Yəni bu sarı yerdə yazılır. Kaş ki onu oxuya bilsəydik. Kim bir ərəb da kamrani, bar irdi ərəb qə hökmrani, məhkumi anın necə qəbilə, iqbalığa istaban vəsilə, biçarə uluskə çarə saz ol, xan güstəri mehman nəvaz ol, asmandın anın qazani tuşmay, tüm gün oti uçkali yad düşmay. Kim badiye itrə yol qılıb güm, bu ot anqa tirə akşam əncüm. Bu ot anqa tirə akşam əncüm. Danış anqa kəsib vücud bişə. Danış anqa kəsib vücud bəşə. Danış bilə cud itib həmişə. Atu tivəsi hesabıyla xub. Atu tivəsi dəvə. Atu tivəsi hesabıyla xub. Quyo quzusi hesab din kub. Kub yəni çox. Küp sözü kimi küp. Küb, kub. Mən kub oxuram, farscadır bu dediyim. Yəni amma küp olacaqdı. Mən farsıya beynim, dilim adət elədiyi üçün kəlmələri fars ləhcəsində oxuram, doğru deyil. Küp olacaqdı. Küp də küp sözündən gəlməli olacaqdı. Küp gərək oxuyaq. İlabani ömrü sürət ayin. İlabani ömr sürət ayin. Bir yaşı yoqidin. Əsr qəmcin. Mali küpü ömrü süst peyvənd. Fərzəndiğə irdi arzumənd. Kim iskirban həyat rəxti. Yenə həman o qabaqçı səkirmək sözündən olacaqdır. Burada əlbəttə əskirman gəlir. Ehtimalən əskirban, əskitməkdən ola bilər. Amma kim əskirban həyat rəxti meyl etsə bitilğali dirəxti. Bitilğali. Meyl etsə bitilğali dirəxti. Nəxli bulğay yanda nobər. Rə'nalığı ilə kim sənubər. İtqac şəcəri bülənd payə. İtqac şəcəri bülənd payə. Salğay başığa bu nəxli sayə. Yəni dəri bulsa hükkəm sədəftin. Yəni dürri bulsa kim sədəftin. Kim sədəfdən bir dürrü bulsa. Yəni dürrü bulsa kim sədəftin. Xeyli yarğay dür xələftin. Bu tranqalı malini həvadis. Tranqalı nə deməkdir? Ya tranfalı. Bilmirəm. Bu nə deməkdir? Bilmirəm. Qoymağay əgər bar olsa varis. Ömrüğə uyaqsa mehr xavər. Tuqqan isə yana mehr ənvər. Tamam edir dahi. Mən istirdim görüm ki burada bir şey deyəcək ya yox. Mən əcəl edirəm əslində. Yəni bu şair uzatmır. Şair bir düşüncəni ortaya gətirir. Bir anlayışı, bir fəlsəfəni ortaya gətirir. Bu sözlərin təkbətəki ilə düzür onları bir-birinin dibinə. Amma məncə əcəl edirəm bu kitabdan bir adın çıxadım falan. Bu nə deyir? O kitabı anlamıram. Bu kitabı istəyən adam anlaya gərək kəlmə-kəlmə əvvəldən axırı oxuya. Ki bu kitabı anlaya. Çünki bu şair ya bu siyasətçi, bu şah, bu vəzir, bu adam bu nağılı nağıl olsun demir. Bu nağılı o birisi nağıllara tay demir. Bu nağıldan bir amacı var, bir istəyi var. Bir düşüncəni bu nağıla soxur. Bir yox, neçə dana düşüncəni siyasətdə, toplumda, elmidə, əxlaqda, dində, din anlayışında, fəlsəfədə, fəlsəfə anlayışında, siyasətdə, siyasət anlayışında, ulusda, bunlar və çoxlu şeyləri, bunların hamısın, yəni burada neçə 100 dana, neçə 1000 dana beyt şeir yazır. Bunlardan
mənzur nağıl demək deyil. Bunlardan mənzur bir fəlsəfəni, bir düşüncəni, bir dünyanı tərsim eləməkdir. Hətta bəzən Arman şəhri biz toplumu hara aparmaq istəyirik? Nə istəyirik yaradaq toplumda? Toplum necür olmalıdır mənim beynimdə? Ora getməyə neynəməliyik? Bunları düşünür, amma biz təəssüflə əcələmiz olduğu üçün eləyə bilmirik ki, bunu gözləyək. Yəni gözləyə bilmirik. Onun da nəticəsi, sonucu bu olur ki, anlamırıq ki, nə deyir. Çünki hədəfimiz kitabı anlamaq deyil. Mənim hədəfim kitabı anlamaq deyil çox. Mənim hədəfim çox kitabları tanıtdırmaqdır ki, bu kitab var. Bu kitabı gəlin oxuyaq. Gəlin bunları anlaşaq. Bu kitabları bizim dədələrimiz türk dilində yazıblar. Bu kitablar yoxdur ayrı yerdə. Niyə məsələn fars dilinə aşiq olmuşuq? Tamam, orada bizim beynimizə soxublar, biz o dili rahat oxuruq indi, ya rahat anlaşırıq. Amma əslində budur ki, biz deyirdik ki, yoxdur türk dilində. Amma indi görürük ki, var. 850 dənə kitab ən azından tanıtdırmışıq buracan və indi məsələn bu da 500-600 dənə da indirmişik bunları və bunları da ömür olsa bir-bir anlatmağa və tanıtmağa çalışacağıq. Çox gözəl bir kitab. Xətti əladır. Bir-iki yerdə müşkül düşür, amma məncə çox əla bir kitabdır, yazılıbdır. Xətti gözəldir. Mən gedim bunun 70-ci səhifəsinə. İndi burada 32-dir yox. Gedək bir 70-də biraz da oradan oxuyaq. Sonra 70-də açıq yoxdur. Görək 71-də təqribən nağılın o birisi bölümü başlayır. Yəni bir bölüm başlayır, o bölümü tanıyaq. Yenə də onu oxuya bilmirik. Təəssüflə rəngi bunun çox şeydir. Yenə deyirəm, bu kitab mənə çox tanış gəlir. Hər şey. Yəni bunun hətta o arxası ki, qızılla aharın üstünə qızılı sürtüblər orada kitabın dövrəsinə. Nəzərimə gəlir ki, bu kitabı mən qabaqcan danışmışıq, görmüşük. Amma hər halda bu gün açdıq, bunun üstündə gedirik. Kitabın adını da dəyişdirəcəm. Burada üstə yazıb Turkish falan, onu dəyişdirəcəm və yeni bir, yəni öz adını qoyacağam kitabın üstünə. Bunu deyim ki, görək burada nə deyir? Ol namiqə çünkü şad birdi. Məzmunu oqur zaman bu irdi. Ol təngri atı bila bu mənşur. Kim birdi göngüllüğa eşqidin nur. Urğazmi eşqinin səlası. Adəmqə yetişdi ibtilası. Kitabın sözünə baxın. Bir cürgə ki çəkdi ol cigərxun. Məst oldu ney məstdir bəlkə xun ya xun oxunmur. Mən oxuyamıram. Ol mey bila kim kav kim bir bəhr. Təlx etdi fəraq edin qatıb zəhr. Bir kanga müfarigət bəlasın. Bir kanga müharifət bəlasın. Yet qürdi müvasilət şəfasın. Bülbül niç qıldı zar qəmnak. Gül göngülakini həm iladı çak. Gül gönlünü eylədi çak. Əslində belədir, amma gül göngülakini könləyini, könləcini, gönlünü yox, köynəyini. Gül könlagini həm eyladı çak. Köynəyin cırdı. Güllər bilirsiniz, o əgər diqqət eləsəz düymə olanda dövrəsində bir yaşıl yarpaqları var, gəlir bunu bağlır, bu bunun köynəyidir. O zaman ki şair gör nə qədər fikir, diqqət buyurun. O zaman ki gül aşık olur, çəkir o köynəyin cırır, açılır belə qızıl gül ya hər nə gül olur, yarpaqları çıxır eşiyə, o eşqin görsədir. Yəni bir növ, məsələn bunu bu cür bənzədir. O bir tərəfdən də belə baxın ki, toplumda bihəyalıq edir. Yəni kəşf-i hicab edir. Dinlənəcən hicabın içindeydi. İndi ki aşık olur, o kəşf-i hicab edir və açılır, tökülür eşiyə, qol qıçın atır. O birisi məsələn
kəpənəklərin gözü qarşısına ya arıların gözü qarşısına və onlara icazə verir, gəlir bunun içinə girərlər, bunu yeyərlər məsələn, əmələr, bundan faydalanırlar. Beləsi bir çox gözəl bir anlayışı daşıyır. Çox gözəldir. Bülbül niki qeydi zar qəmnac. Üzürsən, bülbül niki qıldı zar qəmnac. Gül könklagini həm eyladı çak. Pərvanə güdaz sözü andın. Ot şəmğə dağı ruzi andın. İndi şəm'i də eyni bu cürdür. Şəm də orada yanır. O da özünə od vurur. Tərsəsinə, yəni gül atır, bu özünə od vurur. Özü yanır, özü əriyir, gedir oradan ki, işıq versin o pərvanəyə. Nəinki o pərvanə gəlsin, bunda yansın. Şəmin, şairin zehnində o kəpənək oda aşiq deyil. Bu şəmdir ki, o qaranlıqda bir işıq yandırmaq istəyir. Aşiqdir bu işıq yandırmağa. Bu işığı yandıranda o kəpənək ki, işıq axtarır qaranlıqda, özün vurur o işığa. Aşiq deyil ona. O ışığa yetişmək, o Allaha yetişmək. Məsələn, deyək ki, əgər ışıq Allahdırsa ki, mənim də düşüncəmdə belə gəlir ki, nurdur, Allah nurdur. Filsufların da bir çoxu bunu deyiblər. İslam, müsəlman filsufların da bir çoxu deyiblər ki, Allah nuru məhzidir. Və onlar ki, gedəcəklər, behiş dediyimiz yer, nura gedəcəklər. Nur olacaqlar. Mən bunu düşünürəm indilikdə. İndilikdə bunu biraz mənə çox yapışır bu düşüncə. Mənim nəzərimə behişli cəhənnəm təmsildir. Amma ola bilər də olsun. Yəni mən orasına hələ düşünməmişəm, yəni yetişməmişəm o qədər şeyə. Amma beləsi, orada o şəm yanır ki, işıq saçsın. Özü yanır, o yanır ki, işıq saçsın. Özü yanır, özü əriyir, yox olur. Bunun işığında tamam o buna vəsl olanlar da gəlirlər. Məsələn, deyək ki, mən çox gördüm, tək buna kəpənək getmirmiş. Milçəklər də gedirlər. Çoxlu, yəni o uçan heyvanların hamısı o ışığa tərəf gedirlər. Və əgər siz bir dənə hicab qoyasınız burada. Hicab nə deməkdir? Məsələn, şəm otaqda yanır, pəncərənin qarşısında. Pəncərə bağlıdır, şüşəsi var. O kəpənək, o milçək, o hər nə ki vardı, hey özün vurur gəlsin bu işığa. O şüşəni görənmir, o hicabı görənmir. Taraq başı dəyir ora ki, edir dalıya, bir də vurur, bir də vurur, bir də vurur. O yetişsin o şəmə. Amma burada bir hicab var, o hicabı görənmir. O hicab bunun gözlərində də görənmir. Çünki əslində orada bir şüşə var, o şüşəni görməlidir. Amma şüşədən idraki yoxdur. Bilmirəm, uşaqlıqda bunu təcrübə eləmişsiniz, yox. Mən məsələn, özümün yadıma gəlir ki, uşaq idim. Birinci dəfə ki, aynanı gördüm. Geçdim aynanın dalısındakı uşağa baxam. Gördüm, yoxdur. Bir də qeyddim, baxdım. Bir də baxdım. Üçüncü dəfə gördüm ki, bu mənəm. Yəni, fikirlərim ki, bu ki, məndən oynamır. Bu, dalda yoxdur. Baxıram, bu üzdə də yoxdur. Yəni, mən bu üzdə baxanda qaçdı, orada dalda yoxdur. Bir də qalxıram. Bu, o hicabı görmək, kəşf eləmək məsələsidir. Biz təəssüflə o hicabı ki, çox da lətif, şüşə da, şüşə kimi, hava kimi. Biz onu dərk eləyəmirik təəssüflə şairin düşüncəsində. Çün belə saçıb bəsi cəvahir, andın son getib bu nükdə zahir, ki iş bu rəqəm ki nəqşi çəməndür, bir xəstəğə, bir şikəstədindir. Bir xəstəğə, bir şikəstədin, bir şikəstədən dur, uzaqdır. Dur, bizdə həm uzaq mənasına gəlir türkcədə. Dur, həm də durmaqdır. Yəni dur cinən. Ondan şikəstədən, şeydən dur cinən. Dur, dayan. O hər iki anlamı verir bizdə. Farsçada dur, fəqət gedib farsçaya, məncə farsçaya gedib, farsçada yəni uzaq. Amma burada deyil. Baxın, çox şeirin mənasına baxsaq, deyir ki, çün belə saçıb bəsi cəvahir, andan süng etib bu nüştəza, andan sonra. Andan son etib bu nüştə zahir kim iş bu rəqəm ki nəqşi çəməndür ya çindir. Ehtimalen nəqşi çin qədim bizim şairlərimizin zehnində
bir dənə də məsələ var da, iki dənə adam deyir ki, gedirlər dərbara, deyir ki, mən nəqqaşam və yaxşı rəsm çəkərəm, dünyada onun tayını heç kəs görmür. Deyir, mən də o nə çəksə onu çəkərəm, onu görmədən. Bunlara bir otaq verirlər, bir-birinin qarşısında, amma vəsətdə bir pərdə olur ki, heç birisini görməsin. O Çinli nəqqaşı çəkir divara. Bu Türk nəqqaşı çəkmir. Bu divarı o qədər sürtür, saf edir ki, ayna kimi olur. Bu, o gün ki, şah gəlir görsün, deyirlər pərdəni çəkin. Pərdəni çəkirlər, görür ki, aynı nəqqaş oradadır. Heç bir fərqi olmadan. Bu da Türk'ün zihninin yaradışıdır. Çindəki eləyə bilir ki, bir şey yaratsın, bu bir ayrı bir şey yaradır ki, ondan üstündür. Həm bir sistem yaradır ki, o sistem özü tazadır, onda yoxdur. Həm də bu sistem eləyə bilir ki, ondakı nə var burada görsəsin. Çox diqqət çəkən bir rabitədir. Onun üçün, yəni minizar-ı mübtəladın. Sənqa ki qutulmadın bəladın. Ey eşq otuda xəsim nə çünsün. Ey bidil bi kəsim nə çünsün. Davam edir, daha çox gözəldir. Çox əla anlam daşıyır. Mən gedim bunun sonundan bir kitabın son səhifələrini oxuyaq. Son səhifəni oxuyacaq əslində. Görək ki, o kitabın buradaydı. Kitabın ən sonunu oxumuşduq, amma bu nağılın içində biraz üsluqdan gərək oxuyaq. Görək ki, nə deyir burada. Görün bu kitabın burada axırda başlayan yeri var ya, yoxdur. Bu son səhifədən bir dana da arxadan bir 4 sətri oxuya gedək axıra. Cün bu haram içrə buldu məhrəm. Haram-ı məhrəm, hərəm-ü məhrəm. Bu çox önəmlidir və bunu mən dəfələrcə tozih vermişəm. Hərəm o yerdir ki, ora qəribə girməməlidir. Ora girən çıxmamalıdır. Çünki bura o şey ki, indi İranda ittilaat deyirlər, bilgi mərkəzidir. Özəlliklə düşmənə görə və özümüzün işlərimizə görə bilgi mərkəzi olduğu üçün bura hər kəs girsə buradan çıxmamalıdır. Onun üçün Türk şahları, Türk sultanları, Türk xəlifələri 100 illərcə hərəm və hərəmsəra deyə bir şey saxlamışdılar. Yəni, bura girən buradan çıxanmazdı. Buradan çıxsaydı ölərdi. Çünki o adam deyil, özü deyil. O bilgidir. Biz düşməndən nə bilirik, onları bilir birazdan heç olmasa. Bir də bizim düşmənə görə, düşmənlərə görə, rəqiblərə görə, qonşulara görə nə düşüncələrimiz, bərnamələrimiz var, onları bilir. İxtisas, siyasət, hər nə bunların hamısını bilir. Onun üçün qoymazlar. Amma o gündən ki, bizim Türk dünyasında hərəm və hərim aradan getdi və hər kəs girib çıxa bildi. Osmanlı da dağıldı, Qacar da dağıldı, Səfəvi də dağıldı. Bu tür şey, hamısı dağıldı getdi. Və düşmən bizə müsəllət oldu. Çün bu hərəm içrə buldu məhrəm, 100 feyz yetib 100 qav hərdəm. Ya Rəb anga ki murad erir eşq, sərmayi etiqad erir eşq. Bu roze sari getür gil ani. Bu roze sari getür gil ani. Bu mərtəbəyə yetür gil ani. Hər dəm yana zoğu halı bir gil. Eşq içrə angal kemal bir gil. Həm eşqini cavidani ila, həm eşqida ani fani ila. Napak bulsa eşqidin yad. Aşıq qoyub on irsa özgə niqa, özün qad. Qaş yaş töküb ilakim surahi. Tufan fəsad içində rahi. Gör gözmaq
Gürgüzmaq, güzgü də bundan gəlir. Gürgüzmaq, görmək. Gürgüzmaq işi bilan gibi təc ehtimalən. Yox zəhridin özqa günlü da. Gəndə haman kəlmədir. Təcdi, həcdi beləsi bir şey. Eşq içrə tutub üzünü nami. Məqsudanqa bulsan nəfsi kami. Ol kam ilə göngülünü avutma. Ol kam ilə göngülünü avutma. Bu روز sarı ani yavutma. Min xəstə ki bu rəqəmni çəkdim. Özünə indi gəlir şeirin özünə. Min xəstə ki bu rəqəmni çəkdim. Təhrir üçün qələmni çəkdim. Yazmaqqa bu eşq cavidanə. Məqsudum imas idi fəsanə. Məqsudum fəsanə yazmaq değildi. Məqsudum imas idi fəsanə. Məzmuniqə buldu ruh meyli. Meylim, ruhumun meyli, onun içindəki anlamlar, mənalar idi ki, qoydum bu nağılın içinə. Məzmuniqə buldu ruh meyli. Əfsanə idi anın tüfeyli. Onun bağlısı əfsanə idi. Onun quyruğu əfsanə idi. Əsli o bədəni əfsanə nağıl deyildi. Leyli Məcnunla mənim nə işim var ki? Əfsanə idi anın tüfeyli. Lakin cürəqəmqə gəldi məzmun. Əfsanə anqa libas-ı mevzun. O məzmun ki var idi, içimdə olan dərd ki var idi, düşüncə ki var idi, ona paltar, əfsanə paltarı giydirdim, nağıl paltarı giydirdim. Bu irdi qərəz kim ol güruhi, kim sözda əyan qılıb şükuhi, bu namə üçün bulub rəqəm kiş, namə yəni bu yazdığım, bu namə üçün namə, ad üçün, bir ada yazılan namə sözü. Bu namə üçün bulub rəqəmkeş, səfhə yüzün itilar münəqqəş, ya münqəş, gər nüktələri cəhanını tutdi, qoğaları insucanı tutdi, cün farsı irdi nüktə şoqi, ərzaq idi anda türk zovqi, ərzaq idi. İdi anda türk zovqi, ol til bila nəzm buldu məlfuz, türk diliyle. Ol til bila nəzm buldu məlfuz, kim farsı anlar, oldu məhfuz. Mən türkcə başlavan rivayət, qıldım bu fəsanəni hikayət, kim şöhrəti cün cəhan qəbdulğay, türk ilidqa dağı bəhrə bulğay. Türk ilidqa dağı bəhrə bulğay. Ne üçün ki bugün cahanda atrak? Ne için, diqqət buyurun. Ne için ki bugün cahanda atrak? Göpdür xoş təb'ü safi idrak. Küpdür, yəni çoxdur, küp sözündən dedik. Küpdür xoş təb'ü safi idrak. Saf dərkiləri, düşüncələri vardır. Gər maddə kim rak, gər maddə kim rak irsani ғəm. Gər maddə kim rak irsani ғəm. Çün zovqudur əsli ol imas kəm. İnsanğa irür kəmal mətlub, andın dağı dərdu hal mətlub. İnsanlığa deyir burada, diqqət buyurun. İnsanlığa irür kəmal mətlub, andın dağı dərdu hal mətlub. Dağı daxı. Hər kim ka ulum bulsa vasil, hər kim ka ulum bulsa vasil, gər dərdi və hali yox ni hasil. Gər dərdi, hər kəsin elmə əli çatsa, bir kim ka ulumə bulsa vasil, gər dərdi və hali yox ne hasil. Ot salsa cahan ili ka məcnun. Ot salsa cahan ili ka məcnun. Bir göykücü bulğusi əflatun. Əngani kişi qaçan qılır yad. Əngani kişi qaçan qılır yad. O ləhzə ki bülbül itsa fəryad. Sami necə bulsa dərd pərvərd. Sami necə bulsa dərd pərvərd.
Əfsanə dahım gərək durur dərd. İşitgücü, eşitici, eşidən. Eşitgücü bulsa dərdi peyvənd. Bardur ici, bardur ici anın unqa manənd. Qıl unqa nizarə kim güyar cağ. Su ucurur ani yandırır yağ. Su ucurur ani yandırır yağ. Min dağı bu meyni kim sözüb mən. Min dağı bu meyni kim süzüb min. Mindən ehtimala, mindən. Türkanə surud anga tüzüb min. İl güngülga andın ulğusi cub. İl millət, el mənasındadır. İl güngülga andın ulğusi cub. Kim gildi bunu Haning müngiri küb. Kim geldi bunu haning? Nuh'a ihtimalen. Bunu haning müngiri küb. Müngülük minu mütkbila beyamım. Müngülük kişiler sözü kelamım. Şek yok ki gıcan ki bu ol ugulgay. Şek yok ki Gacan ki bu ugulgay. Kim okusa ogulgay oxuna. Şək yok ki gacan ki bu ogulgay. Kim okusa xatir bozulgay. Onun xatiri hər kəs bunu oxusa, onun içi düşüncəsi dəyişər, bozular. Gözdün cu ağırsa əşqisili. Gözdün cu ağırsa əşk-i seyli, Məcnun kimi yada itarda leyli. Məcnun kimi yad itarda leyli etmək. İtarda leyli, namım ki yüzün qəra qılıb min, üsyan-ı günah ara qılıb min, ol sütban yuğay fərasın. Yazğan marid cürmü macerasın. Buradan bu yüzden geçir kitabın daha sonuna. Ya Rəbb bu rəqəm ki buldu mərqum. Hər kim omaq din etsə məlum. Hər ni ki oqur təəmmül etsə. Hər nə ki oxuyur onu təəmmül edə. Onun üstə düşünə. Mənim kimi oxuyub getməyə. Qələt də o düzdən oxuyub getməyə. Hər ni ki oqur təəmmül etsə. Dikan qərəzim təxəyyül etsə. Dediyim qərəzi, o düşüncəmi, o anlayışımı təxəyyül eləyə. Onun içinə girə, onu anlaşmağa çalışa. Dikan qərəzim təxəyyül etsə. Eyb etsamaq olmasa muradi. Eyb tutmaq olmasa onun muradı oxuyanın. Bir barca hünər sari cüşadi. Bağla ayağı eşq damın. Qoy bu qəzğə dərd-ü şoq camın. Boğazğa, boğazva. Qoy boğazğa dərd-ü şoq camın. Zəncir cünuniğə bəstə ila. Bu bəldin anga xucəstə ila. Qılsam ki qəmi eşq ila anişad. Bir gil mini dağı göngliga yad. Məni də gönlündə yad elə. Şayət bu məhəl birah urğay. Şayət bu məhəl birah urğay. Kim gerdi cərayimim ucurğay. Cərayimim, cürmlərimin ucğay, yap belə sonu deyək ki. Ol yıl ucurub mən nəzarim. Rəhmət uyuda birib qərarım. Üsyanıma bəfv bulğay ayin. Ya Rəbb ki bu növ bulğay amin. Həmməl kitab onil məlşil vəhhab və hüsnü tevfiqihi. Allah'a şükür olsun bu günləri bizə bu imkanı verdi. Bu kitabı qələt də oxusaq, oxumağa çalışdıq, tanışmağa çalışdıq. Gözəl bir kitabdır. Neçə səhifədə yazılmışdı? 118 səhifəlik bir kitabdır. Amma bunun 10 səhifəsi əvvəldən, 10 səhifəsi axirdən ən azından ağ və cildidir. Ona görə onlar hesaba gəlməsə, hududən 90
səhifə 95 səhifədən az olacaqdır yazının özü. Yazar kim idi bu? İndi dedik ki, yazar Əmir Əli Şiri Nəvai Həzrətləri. Çağ har idi dedik? Çağ Sultan Hüseyni Bayqıra və oğlu Bədiüzzəman. Bu kitab o zaman neçə səhifədə dedik? Səhifə sayı 118 səhifə, 118 səhifə. Tarixini də çıxarsaq indi bunun ki, neçə il bundan qabaq yazılıbdır, daha yaxşı olar. Amma ondan öncə gedək burada deyək ki, Əmir Əli Şiri Nəvai Leyli və Məcnunu hansı il yazmış? Hicri ilə yaz. Əlişir Nəvainin Leyli Məcnun mənzuməsi üçün Xəmsə adlı beşlinin bir parçasıdır. Nəvai bu əsəri 889 Hicri ilində yazmışdır. Pəs yazı tarixi 889 Hicri ilində yazmışdı. Yəni neçə il bundan qabaq? İndi 1448-ci ildə yaşayırıq. Əgər bundan çıxsaq 889 ki, o illik kitab yazılıbdır. 559 il öncə bu kitab yazılıb. Tamam. Bunu da tapdıq və bir dana bu gündə bir əlyazma kitab, əski əlyazma kitab, yəni 500 il ömrü var, əli ilə yazılıbdır, türkcədir və türkcənin ədəbi dilidir. Yəni türk dünyasında Çinin ortalarından ta Avropanın göbəyinə qədər bir neçə yüz il yazı dili, düşüncə dili, fəlsəfə dili, elm dili, tibb dili, din dili, hüquq dili, siyasət dili və kollən türk dünyasının ortaq dili olubdur. Bundan tanış olduq. İnşallah Allah ömür versə bir ayrı gün, bir ayrı kitabla tanış olarıq. Hələlik sağ qalın.